Biz Allah'ı tanımak istiyoruz. Allah'ı anlam vasıtasıyla tanımak olar ya yok? Bəli ki olar. Çünkü anlam bütün varlıklara, bütün mövcudlara aittir. Ümumi tanımak. İster maddi ola, ister qeyri-maddi ola. Biz hətta qeyri-maddi varlıqlardan da öz zihnimizdə anlam yarada bilirik. Ümumi anlam vasıtasıyla tanıya bilərik. Aydındır. Ama demək istədiyimiz budur ki, Allah ki mövcuddur, amma materiyadan deyil, maddədən deyil. Biz onu şəxsi tanıya bilərik ki, sual buradadır. Çünki ancaq materiyada biz şəxsi tanımağımız bundan ibarət edir ki, 5 hissiyat ilə onu tanıdıq. Amma qeyri-materiya, maddi olmayan varlıqlar, onları biz şəxsi tanıya bilərik ki, yəni bizim söhbətimiz buradadır. Biz əgər desək ki, Allahı yalnız ünvan vasitəsilə tanıya bilərik, Kərbəlayı. Yalnız ümumi tanıya bilərik, şəxsi tanıya bilmərik. Çünki Allah materiyadan deyil, maddədən deyil. Bəli, yalnız ünvan vasitəsilə tanıya bilərik. Bu bir nəzərdir. Bu bir nəzərdir ki, biz yalnız Allahı zehnimizdə təsəvvür edə bilərik, ünvanlar vasitəsilə. Amma o Allahla şəxsi əlaqəmiz olmayacaq. O Allahı şəxsi tanıya bilməyəcək. Əsən Allahı necə şəxsi tanımaq olar? Kərbəlayı, Allahı məgər şəxsi tanımaq olar? Sual buradadır. Allahı məgər şəxsi tanımaq olar? İlkin qardaş yazıb, düşüncə ilə tanıya bilərik. Şəxsi xeyr, düşüncə ilə ümumi tanıyırıq Allahı. Allah mütləq varlıqdır. Bu bir ünvandır. Allah mütləq alimdir. Bu bir ünvandır. Allah mütləq heydir, diridir. Bu bir ünvandır. Allah mütləq qüdrət sahibidir. Bu bir ünvandır. İndiyə kimi Allahı necə tanıyırdıq? Elə bu cür tanımışıq da. Allah əzəli və əbədidir. Deyirəm, bir dəqiqə saxla, sən Allahı tanımırsan. Deyirəm, bəli, mən Allahı tanıdım. Deyirəm, saxla bir dəqiqə. Sən əzəli və əbədi anlamın dərk eləmişsən zehnində. Deyirsən, Allah əzəli və əbədidir. Sən Allahı hələ tanımamısan. Sən Allahı ünvanlar vasitəsilə tanımırsan. Buna deyirlər vasitəli tanımaq. Aydındır. Biz Allahı vasitə ilə tanımışıq. Elə bil ki, deyirsən ki, yenə bayaqki misal, Amerikada bir nəfər var, çox elmlidir, çox qüdrətlidir. Mənə nə, Amerikadadır da. Tutaq ki, yox, çox gözəl, Amerikada çox elmli, çox qüdrətli, bəli. O interneti kəşf edib, məsələn, biz oturmuşuq internetdən bəhrələnirik. Bəli, bu həddə bizə faydası çatır. Bəli, bunu inkar etmirəm. Amma onun özü ilə heç bir şəxsi əlaqəm yoxdur. Şəxsi tanımıram onu. Pisdir bu tanımaq ya yaxşıdır? Təbii ki, yaxşıdır. Mesela bu insan elə burada heyvanla fərqlənir. Amma ən kamil tanımaq bu deyil. Ən kamil tanımaq bu deyil. Eynən bilirsiniz nəyə bənzəyir? Bu günləri inşallah gözəl iftar süfrəsi qurulacaq Allahın köməkliyi ilə. Müxtəlif şirinyatlar, müxtəlif yeməklər, müxtəlif soflar, hər nə qurulacaq yeməklər. Amma o yeməyi yemək olmaz. Yemək haqqında ancaq sizə məlumat veriləcək. Ki, süfrədə məsələn, filan soklardan var, filan yeməklərdən var, ancaq məlumat həddində. Mən deyirəm, Kərbəlayı, bu günləri inşallah iftarda, bax, bu yemək olacaq, bu yemək olacaq, o yemək olacaq, bir-bir deyirəm, yeməklərin adın, rəngin, formasını deyirəm. Düzdür, hamısını deyirəm. Axırda deyirəm, doydun? Qayıdıb belə sual verirəm. Deyirsən, nəyi doydum? Hələ yeməmişəm ki, doyam. Deyirəm, elə yemək buydu da. Axı, mən yeməyi yemədim. Deyirəm, mən sənə yeməyi tanıtdırdım da, sən yeməyi tanıdın. Deyirsən, bu tanımaq mənə kifayət eləmir. Bu, ümumi anlam vasitəsilə tanımaqdır. Yaxından tanımaq nədir? Şəxsi. Şəxsi tanımaq. Sən yeməyi, əgər istəsin yemək, yəni şəxsi. Şəxsi tanımaqdır artıq. Yeyirsən, dadısan, artıq deyirsən, bəli, mən bu yeməyin özü ilə şəxsən rabitə qurmuşam. Artıq mən şəxsi onu tanıyıram. Bu yeməyin dadını özün dadıram. Şəxsidir bu. Bu yeməyin özün görürəm. Bu şəxsidir artıq. Aydındır. İndi sual budur ki, biz Allahı ünvan həddində tanısaq yaxşıdır, çox yaxşıdır. Amma insanı doydurmur. Ən kamil tanımaq nədir? Onu şəxsi tanıyasan.